Stil səslənir. Oyun başladı. Hər iki komandaya uğurlar arzuluyuruq. Güclü olan qazansın. Papnaşvili qüvvətli zərbələri var. Qismət cər meydançasını ötürür. Başla zərbə dəqiq deyil. David Volkov. Almeida. İsa Cibrila topladı. İsa rəqibin üzərinə getdi. Martin Junior topu yenidən İsa Cibrila'ya qaytar. Qapı qarşıda ötürmə. Top. Çərçivədən aralı keçir, oyundan kənara vəziyyət var. Bu epizoda görə qapıda diqqətli görünür. Luis Silvestre yaxınlaşdı. Luis Silvestre'ın zərbəsində Thiago Silva. Abbas Ağazadə. Thiago Silva ilə. Orada toqquşur və nəticədə qayda pozuntusu qeydə alındı. İsmət Aliyev yaxınlaşır, ötürməni etdi Qismət. Başla zərbə Ayran Gomisdən, dəqiq alanmır. Qapı qarşısına ötürmə gəlir. Başla mərkəzə, Azər Salahlı akrobatik zərbə alınmır. Hücum davam edir. Banqera, top İsmail İbrahim'dən qayıdır, uzaqdan zərbə indirildi və top qapıdan keçir. Top qapıdan keçir, İmişli önə keçir hesabda. Diogo Rolo fərqləndi və indi yan xətt hakimi bayrağını qaldırır, oyundan kənarı vəziyyət. Burada offside yoxdur, top orada. Kimdən gəldi? Bax, bunu müəyyənləşdirmək lazımdır. Varla danışdı, bəli. Qol qeydə alınır, İmişli hesabda önə keçir. Qolun təkrarına baxırıq. Uzaqdan zərbə indirilir. Top Brahim Konate'yə dəydi, düşdü Rolo'nun qarşısına və Diogo Rolo, Braziliyalı müdafiəçi, topu çərçivəyə göndərir. Qapı qarşısına indi ötürmə gəldi. Başla zərbə dəqiq alınmır. Anjmut Sinzi. Baxaq, əslində əlverişli nöqtədə idi və topa daha yaxşı zərbə indirməsi üçün hazırdır. Papnaşvili gəlir. Papnaşvilinin zərbəsində top düz Andres Sinyenkanın üzərinə gəlir. Zərbəni yerinə yetirir. Qapı qarşısına gəldi top. Ronaldo toxunur. Hücum davam edir. Renato və gücdən zərbə yerinə yetirilir. Başla zərbə imkan vermədilər və gol! David Volkov! Volkov bərabərlik golunu vurur. Üçüncü turda Kəpəzli oyunda fərqlənmişdi David Volkov. Bu maçda da gol vurur Gürcüstanlı hücumçu. İzləyirik təkrarı. Anjmut Sinzi topa toxunur. Daha sonra orada İki futbolçu toqquşdu. Və David Volkov. Azər Salahlı ilə toqquşmuşdu. İmişli Zirə qarşılaşması başa çatır. Əli Əliyev son fitini səsləndirir.